Bugün bəzi meyxanaçılar məcburdur mahnı oxusunlar. Babam müzakirə neçə vaxtdır efirlərdə də gedir. O vaxt meyxanaçıların əslində mahnı oxumağı pis deyil. Niyə görə ki, müğənnilərin 90% bugün meyxanaçıların repertuarını oxuyur. Səhv deyirəm, dinlə. Repertuar oxumaq başqa. Yox. Yəni Nizami Rəmzi Allah rəhmət eləsin. Xalq artistimiz Eyüp Yaqubov da oxuyub ondan. Biz də oxuyuruq. Hər kəs oxuyur. Balovdan aşağı rəhmətli. Abbas Bağırov da oxuyub və haqqını da veriblər. Adamın Allahı var. Yəni pis oxumayıblar, düzgün oxuyublar. Orijinala toxunmayıblar. Özlərinə məxsus, xüsusi. Amma meyxanaçıların məsələn, elə mən götürürəm Ərkim çatan dostum Orxan Lökbatanlı. Bəli. Necədir? Dünən gecə yarə namə yazdım. Dünən gecə yarə namə yazdım. O qəşəng mahnı sevilirdi də, sevilirdi də. Amma meyxana üslubunda mahnıdır da. Yəni qəşəng də oxuyurdu, özünə məxsus oxuyurdu, öz ifası ilə, öz qələmindən çıxmışdı. Mən meyxanaçıların bizən nəyi biraz məni narahat edir? Yəni, biz əgər tutalım bir toyda, məclisdə, əgər oxuyan yoxdursa, oxuya bilərik ki, pəncərənin milləri, oxuya bilərik. Başqa məsələ. Oxuyuruq da. Amma mahnını, yəni məsələn, dodağına gülüş qonub tutalım, onu Orxan oxumasa da olar, Vüqar oxumasa da olar, Ruslan oxumasa da olar. Yəni, öz mahnımız ola. Mən o bəstəkar mahnıları, xalq mahnılarını oxumağının tərəfdarı deyiləm. Bugün bəzi müğənnilər təkəbbürlü danışırlar ki, meyxanaçılar bizə görə o böyük şadlıq saraylarına, böyük konsertlərə, çünki hamımıza bəllidir ki, meyxanaçı tək, bu günləri Pərviz Bülbülə tək, ya da ki, Aydın Sani ilə Balayeli tək konsert verə bilər. Amma orada qadınlardan çox biraz kişilər gələrdi. Amma qadın olanda, məsələn, Türkan olanda Pərvizin yanında konsert, Moskvada falan restoranda konsertdir. O roja biraz ailəvi sayılır da. Başka bu olur ailəli. Çünki orada ondan bir meyxana da istəyəcək. Bir dənə, misal üçün, bugünə qədər Heydər Əliyev Sarayında meyxana deyənlərdən konsert verən Namiq Qaraçuqurlu olub. Vüqar Abdulov. Vüqar Abdulov, ən birinci. Vüqar meyxana deyib, konsert verib, dalıca Namiq Qaraçuqurlu olub və dalıca kim gəlib? Heç kim. Mənə maraqlıdır ki, Yaşarın sözündə həqiqət varmı ki, bu günləri bəzi meyxanaçılar meyxana etsə yaxşıdır? Əlbəttə ki. Yəni, həqiqət var.